Herkes hamdolsun kanalıma videoma hoş geldiniz. Bugün yeni bir videoyla karşınızdayım. Video için içerisinde kanalda destek olmak için abone olabilirsiniz. Videomu beğenip like atabilirsiniz. Hem için dostlar Telegram kanalımı servisi götürün. Burada sənədlər və kriptovalyutalar haqqında məlumatlar, şəxsi analizlərimi, xəbərlər və səhmlər haqqında öz şəxsi fundamental analizlərimi də həmçinin paylaşıram və müzakirə qrupuna da qatılaraq suallarınızı verə bilərsiniz, məsləhət ala bilərsiniz. İnvestisiyalarımız barədə müzakirələr edə bilərik. Hər birinizi gözləyirəm. Linki şərhlərdə olacaq. Gəlin video keçək. Dostlar, bugünkü videoda sizlərlə bərabər hal-hazırda səhm bazarında çox ucuz qalmış 3 böyük potensiallı və böyük artım edə biləcək potensiala malik səhmdən danışacağım dostlar. Bu səhmlər bizə tanışdır, lakin ümumi olaraq tanışdır. Yəni mən məsəl üçün bugün bu səhmlərin hədəflərini deyəcəm ki, yəni hara qədər arta bilərlər, niyə potensiallıqlar, niyə ucuz qaldı? İlk səhmimiz dostlar Tayva Enerji şirkət səhmidir. Tayva Enerji şirkət səhmi əsasən enerji sahəsində e, günəş panelləri, külək tribünləri, əsasən günəş panelləri istehsalçısıdır bu şirkət. Və dəyəri hal-hazırda 1 dollar 70 sentdir. Bir il ərzində maksimum dəyəri 4 dollar 80 sent olub. Yəni hardasa indiki qiymətindən 3 qat bir artım tempinə malikdir. Yəni artım tempi yaşaya bilər. Eee, Gəlirləri var, bəli gəlirə demək olar çıxır artıq hal-hazırda. Baxın gördüyünüz kimi 2026-da artıq gəlirə çıxacaq və səhmbaşda gəlir əldə edəcək. Həmçinin gəlirləri də tempi pisdir. Yəni illik demək olar təxmini olaraq 30-40% aralığında gəlir artımı gözlənilir bu şirkət səhmində və hal-hazırdakı qiyməti son düşüşlərə görə, yəni bu Trumpın yenidən İran müharibəsini alovlandırması, bu müharibənin yenidən deməli enerji qiymətlərini artırması, neft və qazı artırması səbəb oldu ki, səhmlər düşdü səhm bazarında. İkinci səhmimiz dostlar, ikinci səhmimiz Lunardır. İnnovativ məşaş şirkətidir. Bu şirkəti mən tanımışdım. Bu şirkət fake istehsalçısı şirkətidir əsasən. Yəni əsasən kosmos sənayesində tanınmış şirkətlərdəndir və hal-hazırdakı dəyəri çox aşağıdır dostlar. Yəni bu hype oldu, bu deməli Artemis layihələrində bir hype başladı bazarda, bir kosmos sənaye səhmlərinə bir böyük maraq oldu və nəticədə bu şirkətlər artdı. Lakin dostlar hal-hazırdakı Innovative Marshalls'ın dəyəri gəlirlərə nisbətən çox aşağıdır. Yəni təsəvvür edirəm bu şirkətin gəlirləri 2025-ci ildə 26-cı ilə keçəndə 4 qat daha yüksək, 4 qatdan daha çox artım gözlənilir. Yəni indiki qiyməti çox aşağıdır hal-hazırdakı bazar qiyməti və xalqa açıq səhmləri də cəmi 128 milyondur. Yəni bu şirkət 2026-cı ildə gözlənildiyi kimi 900 milyonluq dollar gəlir əldə etsə, bu şirkətin dəyəri 12 dollar olmayacaq dostlar. 120 dollardan daha yüksək olacaq. Yəni səhm bazarının ədalətli qiymətindən danışıram sizlərə. Yəni səhv başa düşməyin məni. Heç bir yatırım tövsiyəsi vermirəm burada. Heç bir yatırım tövsiyəsi verə də bilmərəm zaten. Lakin şəxsi təcrübələrimə əsaslanaraq bazarı bildiyim mövzulara görə bu kimi bu Taygo və Lunar şirkətlər bayaq Taygodan danışdıq, indi Lunardan danışdıq. Dediyim hədəflərə gələ biləcək potensiallı şirkətlərdir. Üçüncü şirkətimiz hansıdır dostlar? Üçüncü şirkətimiz Iron Limited şirkətidir. Iron Limited şirkəti hal-hazırda çox ucuzdur. 37 dollar dəyərindədir və bazar açılışı öncəsi 38 dollar dəyərindədir. Tüm zamanlara vursaq görərik ki, 2x edib maksimum dəyəri olaraq indiki qiymətindən söhbət gedir. Yəni indiki qiymətdən hardasa 2x daha yüksək gəlir əldə edib və gəlirlərinə baxsaq 2025-ci ildə 500 milyon, 26.700 və 27-ci ildə 2 milyar 830 milyon dollardan çox gəlir gözlərinə olsa möhtəşəm nəticədir. 28-ci ildə bunun 2 qatı, 29-cu ildə isə bunun 70%-nə yaxın yenidən bir gəlir artımı gözlənilir. Möhtəşəm şirkətdir. Bazarda cəmi 308 milyon səhm var xalqa ərz olaraq. Yəni bu 3 şirkət səhmi dostlar çox ucuz qalıb və dəyərləri və gələcək hesabatlarına görə də çox ucuzdular. Dəyərləndirmək lazımdır, hekayəyə tutulmaq lazımdır. Sizə əvvəlki videolarda da demişdim. Səhm var ki, onun güclü hekayəsi var, səhm var ki, onun davamlı artan sənayesi var. Lakin biz bu hekayənin boş olmadığına da əmin olmalıyıq. Yəni bu hekayə həqiqətən də gələcək gəlirləri 2, 3, 4, 5 qat artıracaqmı və yaxud sadəcə boş bir nağıldan ibarətdir? Buna da diqqət eləmək lazımdır.
Belə dostlar, bugünkü video bu qədər. Bugün 3 potensialın altında qalmış səhmdən danışdım. Ümid edirəm maraqlı oldu, ümid edirəm faydalı oldu. Dediklərimiz bir yatırım tövsiyəsi deyildir. Sadəcə şəxsi analiz və şəxsi təcrübələr əsasında hazırlanmış bir kontentdir. Sağ olun, videolarda görüşənədək.